Salamlar hamıya. Bugünkü dərsimiz New English File, Student Book and Workbook'dan növbəti dərsimiz Family Conflicts'dir. Ailə konflikti. Görək bu ailədə nələr baş verir, nə edirlər, nə ev işi görürlər. Zamanımız, qrammatikamız present perfect. Present perfect yəni indiki bitmiş deməkdir. İndiki bitmiş zaman have has də düzəlir, have has been və indiki zaman zərfləri isə yet hələ deməkdir. İnkar və sual cümlələrdə işlənilir. Cümlənin adətən sonunda gəlir. Just indicə deməkdir, ortalarda gəlir. Already artıq o da ortalarda gəlir. Have you tied your room yet? Deyirsən otağın hələ dağınıqdır. Yəni hələ otağını yığışdırmamısan. Tied tid deməkdir, yəni feilin kökü yığışdırmaq mənasını verir. Yes, I have just done it. Mən hələ yığışdırmamışam. Baxırıq, indi burada nə deyir? Parents of teenagers wrote in to tell us what drives them mad. Write-ın wrote keçmiş zamanıdır, yazmaq deməkdir. Drive də bilirik, sürmək deməkdir. Görək söhbət nədən gedir? How are some of the top hates? Deməli, hate nifrət etmək deməkdir. Görək burada nə qoymalıyıq yerinə. Baxın, burada feillərimiz var. Təmizlik işlərinə aid. Change dəyişmək deməkdir. Clean it təmizləmək deməkdir. Does bilirik. Köməkçi feilimiz etmək. Leaves left'in keçmiş formasıdır. Leaves belə yazılanda isim kimi yarpaqlar deməkdir, amma feil kimi left keçmiş forması leaves indiki və mənası tərk etmək deməkdir. Qoyub getmək məsələn bu mənada. Makes düzəltmək, take götürmək, tid də dedik yığışdırmaq. İndi gəlin görək tərcüməyə əsasən nəyi qoyacağıq. He never makes his bed. Deyir o heç vaxt make düzəltmək deməkdir, bilirsiniz. Deyir ki, o heç vaxt, never heç vaxt düzəltmirdi onun yatağını, yəni özünün yatağını. If I make it, əgər mən düzəltsəm, I find strange things, deyir mən tapacağam güclü şeylər. In it like dirty socks, çirkli corablar. Deyir mən düzəltsəm tapacağam orada bəzi əşyalar. Çirkli corab, see this without zero box. Sonra onun deyir boş qutuları. Burada qoyulub zaten. 2-yə baxaq. Gəlin 2-yi də biz qoyaq. He never boşluq his room. Deyir o otağını neynəmirdi? Görək heç vaxt neynəməyə bilər. Görək nədən söhbət gedir. It is always a mess. Mess dağınıqlıq deməkdir. Deyir ki, onun otağı dağınıq idi. Deməli o otağını yığışdırmırdı da, düzdür. Ona görə tedious qoyuruq. He never tedious his room. O heç vaxt otağını yığışdırmırdı. Həmişə otağı dağınıqlıq idi. The floor is covered with empty cookies, dirty socks. Burada da həmçinin çirkli corablar, boş qablar falan olurdu. İndi üçə baxırıq. She boşluq. With towels, with nəm, towels dəsmal deməkdir. On the bathroom, onun hamam otağında deyir nəm dəsmal, floor and doesn't fix them up deyir. O döşəmənin üstünə qoyub gedirdi də, yəni yerə qoyub gedirdi dəsmallarını. Tərk edirdi, yəni otağı eləcə tərk edirdi. Ona görə də biz leaves qoyuruq. She leaves. 4-ə baxırıq. She walks around the house eating food without a plate. Deyir o gəzirdi evin ətrafında boş qabsız, yeməyi boş qabsız götürürdü. Usually just after I have boşluq the floor deyir ki, mən evi deməli mən sonra neyniyəndən sonra yəqin ki evi təmizləyəndən sonra o elə gəzir də cleaned olacaq. I have cleaned the floor. Döşəməni təmizləyəndən sonra she then say sorry with an angry smile. O mənə gülərək bağışla dedi. Yəni elə gəzdiyi üçün. 5-ə baxaq. He has breakfast lunch. Deməli o breakfast lunch deməli səhər yeməyi, günorta yeməyi and dinner at home, axşam yeməyi edirdi evdə. But he never, amma heç vaxt
Neynəmirdi? The washing up boşluq. Washing up yumaq deməkdir. Qabları, amma heç vaxt inkar olmalıdır, yumurdu. Qabları da yumaq, does. Never doesn't, yumurdu. Never does daha doğrusu. Aha, when she comes, deyilən vaxt ki o gəlirdi into the living room, qonaq otağına, she always o deyirdi, boşluq, the channel on the TV kanalını neyləyə bilər? Kanal deməkdir. Bu dəyişə bilərdi də. Bunu qoyuq. Change. Birinci change. Usually when I am watching my favorite program, deməli mən maraqlı favorit, yəni sevimli proqrama baxarkən 7-yə keçək. We bought buyın keçmiş zamanıdır, yəni almaq sözünün. We bought a dog for him because he promised vəd verməkdir. Biz aldıq it ona, çünki deyir o vəd vermişdi, yəni söz vermişdi to boşluq it for a walk every day. Deyir gəzmək, walk gəzməkdə every day hər gün. Deyir o söz vermişdi, take olacaq burada. Take it for a walk every day. Deyir o çünki söz vermişdi, itə gəzdirəcək hər gün. Bu ifadə birlikdə işlənir. Because who always does it. 8-ə baxaq. The always boşluq. Burada 2 dəfə işləyə biləcəyimiz söz does-dır. Yerdə qalan does-dır. Zaten does-ı qoyacağıq. Does her homework, do homework bir işlənir də ifadə bilirik. At the last minute, usually late on Sunday night. This means she needs the internet just when assisted chatting with her friends. İnternetdə istifadə edir. Dostlar danışır da. Bəyə baxaq. Cover the text. Can you remember the 8 bad impairs say which of things are problem, horse and why. What else a problem? Görək nə problemlər var evdə. Housework, ev işi, TV, kompüter izləyirdilər. Pets, yəni ev heyvanını bəsləyirdilər. Food, ərzaq, bathroom, yataq otağı, homework. Hamısından söhbət gedir. Qrammatik adımızı da dedik zaten. Şəkillərə baxırıq. Kompleks dialoqu düzəldirik. Aha, birinci nə edir? Birinci qız. Bu otağa girir, görür ki, baxın görürsüz, otaq dağınıqdır, yerdə əşya var, kravat dağınıqdır. Bu nə soruşa bilər? Have you yet hələ. Nə deyə bilər? Sən hələ çidir, yığışdırmamısan, yəni otağı yığışdırmamısan, nəzərdə tutana soruşur. No, not yet. Yox hələ. Aha, burada nə deyir? Well, hurry up. Yaxşı, tələs. I am going to be late for a walk. Mən gedəcəm iş üçün. You have boşluq, towel on the floor. Deməli, baxırıq burada. Deyir ki, 1, 2, 3, 4, hə. Burada nə deyir? Dəsmal hələ də döşəmədədir. Döşəmədə tərk edib qoyubsa, left a towel. Well, I haven't finished it. Mən hələ deyir bitirməmişəm işimi. Çünki başını yuyur axı. Well, don't forget to pick it up. Don't forget. Yəni unutma deyir onu. 3-də nə deyir? When are you going to do your homework? Deyirsən nə vaxt edəcəksən ev tapşırığını? I have already done it. Done it artıq mən etmişəm. Artıq mən etmişəm deməkdir. Really when doğrudan nə vaxt? I did it on the bus this evening. Avtobusda etmişəm. Can you get a plate for that sandwich? Deyirsən sandviç üçün qab gətirə bilərsən. I have just the floor. Qab istəyirsə evi təmizləyib ki, deyir qabla gəzsə. Clean it isə for olacaq. Baxın sözlərdən, elə həmin sözlərdən seçib qoyduq. Aha. Sorry, too late. Bağışla, mən gecikdim. Look at the conservation underline just yet. Bunları dedik. Aha, keçək bura. Burada nə deyir? Speaking last repeat deməli təkrarlayırıq. He hasn't helped with the housework today. Deyir o kömək etmədi ev təmizliyində bugün. Have you used your new computer yet? Deyirsən istifadə etdin sənin yeni kompüterindən hələ? İstifadə etmədin hələ. Jim's just joined a judo class. Jim judo dərsinə qoşula bilmədi. Joined qoşulmaqdır. Hələ qoşulanmayıb. Hələ deyirəm, indicə qoşuldu. Qoşulanmayıb hardan çıxdı? Mən özümdən deyirəm. Listen, what just happened? Nə baş verdiyinə baxmalıyıq. Burada səsə qulaq asmalıyıq da, amma bizdə səs yoxdur. Ona görə oxuyub tərcümə edək.
Answer question is pairs. At what age do young people usually leave him in your country? Deyir, neçə yaşı cavan insanlar evlərini, şəhərlərini qoyub gedirlər? What do you think is the right age for a young person to leave home? Neçə yaş, yəni buna uyğundur, nə üçün? Read paragraphs and what's number. Bunu deməli oxuduq. Choose the best summary. Mr. and Mrs. Mr. Kişiyə aiddir. Mrs. qadına. Serena are good with the children. Deyir Serena mübahisə edir uşaqlarıyla. Are good mübahisə etməkdir. The children decided deyir uşaqlar qərar qəbul etdi to leave home. Evi tərk etsin. Mr. və Mrs. Serena are good a lot. Çox mübahisə etmişdir. The children were unhappy. Bu xoşbəxtdir. Unhappy isə xoşbəxt deyil də. Xoşbəxt deyillər. Əksidir. So they left him. Mr. və Mrs. Serena are good with the children. Uşaqları ilə mübahisə etdilər. They told their children to leave home. Onlar dedilər ki, biz evi tərk edirik. Try to guess the meaning. Bunu elədik, oxuduğu mətni. İndi baxaq bu hissəyə. Burada görək nədən gedir söhbət, tərcümə etməkdir burada. Problems with your teen children, why not throw them out? Deyir ki, yəni nə üçün uşaqları throw out atmaq deməkdir. Məsələn, çölə atmaq, zibilə atmaq, axır ki, harasa atmaq mənasında. Baxaq A-da nə deyir? What did the Serrano's boys do? In fact, they didn't go very far from home. Deyir Serena oğlanları nə edirdi? Fact deyir onlar evdən uzaqdaydı. The oldest boy David, en böyüklər oğlan David went to live with his girlfriends and had just started working her father's construction company. Deyir, ən böyük oğlu David istəyirdi yaşasın özünün qız dostuyla, girlfriend ilə və başladılar birlikdə onun atasının işinə getməyə. The young son has rented a flat near the family home. His mother paid the first month rent only. Onun son oğlu, cavan oğlu isə ailəsinin yaxınlığında qalırdı. So Mario and Mariana asked their sons to leave their family home in Zaragoza in Spain. Evi tərk edib İspaniyada Zaragoza'da qalırdılar. But the two boys didn't want to go. Amma onlar iki oğlan gəzməyə getməmişdilər. Then Mr. and Mrs. Serrano took unusual decisions. They went to court. Deyir o. Onlar istəyirdi court, yəni gəzmək. Do you have rude and moody teen children living in your house? Deyirsən kobud, moody, kobud, əsəbi uşaqlar yaşasın evdə. Have you ever secretly had to throw them out? Deyir, hər gün gizli şeylər sən atırsan. Spanish couple, Mr. and Mrs. Serrano from Turkey, Spain have done exactly that. Bu deyir tamamilə belədir. Onlar oradan Serena Zaragoza'dan gidirdilər. Marina and her husband Mariana və onun Malvina live with their two sons. Yaşayırdı iki oğlu ilə. David 20 yaş and Mariana 18 yaş. The situation was impossible. Possible mümkündür, impossible mümkün olmayan situasiyada said Maria dedi. We were always arguing. Biz həmişə mübahisə edirik. Our children were treating our house like a hotel. Bizim uşaqları xoşlayır otellər olmağa. And they weren't contributing anything. Also they weren't studying or looking for work. Onlar oxumurlar, iş görmürlər. They were complaining all the time and üstüləgin as they didn't respect us. Mən hörmət etmirəm onlara. I love my children. Mən sevirəm uşaqları. But in the end it was ruining our lives. Amma axırda deyir mən qaçacağam. Normally and the Spanish law parents do not have the right to make their children leave home. Deyir, düzəltməliyəm. Uşaqlar düzəltmək deməkdir. But in this case the judge decided qərar qəbul etdi Serena his family in Torrelable
Tolerable dözümlü, intolerable dözülməz deməkdir. Dözülməz də ailəsi. Give me ki bu give'in keçmiş formasında vermək sözünü deyir. O verdi Mr. və Mrs. Selena'ya. To write to tell their children to go. Aha, deyir ki dedi ki ona onların uşaqları gedəcək. Belə indi workbook'a keçək. Orada family concept'e qalmışdıq. Vocabulary deməli this yenə dedik. Dəyişmək, clean təmizləmək, do etmək, make düzəltmək, spend vaxt xərcləmək, take götürmək, took keçmiş zaman, do use istifadə etmək, tidy də yığışdırmaq. Tidy your bedroom, your desk. Yəni sən otağını yığışdır, partanı yığışdır. Bed var, beddə nə qoya bilərik? Yatağını düzəldə bilər. Make the bed. Nice, yatağını düzəldir. Washing up-dan dedik do işlənir. Housework-dan do işlənir. Do the washing up, housework. Change on TV, TV kanalını dəyişmək olur. Change qoyduq. Computer, internet, kompüterdən istifadə etmək usual olur. Rubbish on the rubbish talk take olacaq. Time spent, vaxtını xərcləmək. Clean the house, evi təmizləmək. 2-də grammatikamız dedik. Present perfect indiki bitmiş həvəz bin. Just yet already zaman zərfləri. Just indicə yet hələ already artıq. Deməli burada already yet qoyacağıq. Already dedik. Baxın I have isim fail sonra already gəlir. Əgər cümlədə already varsa, yet isə cümlənin hər zaman sonunda gəlir. Elə olduğu kimi qalır. Burada yet already də ancaq burada qeyd eləmişəm. Eyni skalama ilə gedir. Burada bilmirəm izahımı eşidirsə yox, deyəsən çaşıb bağlamışdım, özümə danışdım. Zamanı keçib, present indiki bitmiş, just yet already zaman zərfləri, already dedi, I have, məsələn, görürsünüz, already gəldi, already isim feil, sonra already gəldi, yet amma cümlənin axırında gəlir, sualda görürsünüz, sualda gəlir, məsələn, burada inkarda yet gəlir, axırda cümlə düzdür. Burada Daniel has already keçir qabağa, made his bed olur. Deyəsən səsim düşüb. B-də. Burada da deməli görürsüz sözləri bu şəkillərə uyğun qoyuruq. Buy almaq, fall düşmək, do etmək, miss darıxmaq, win qazanmaq, wake up oyanmaq. Görək birincidə nə deyir? Birincidə zaten he has just fallen. İndiki bitmişə keçirik də. Fallen olur. Off his bike deyir. O velosipeddən düşdü. 2-yə baxaq. O qabları yuyub. He has yox, o indicə qabları yuydu. He has just just already kimi isim feildən sonra gəlir. Just done do done olur. The washing çünki washingdən danışılır. 3-də they cəmlə hər işlənir. Have just win olur. İndiki bitmişdə the şampiyon qalib oldular. Sonra burada nə sual verir? I have just 4-dən telefona yəqin sual verir televizor haqqında. I have just bought a new computer. Kompüter aldınız. I have just a new computer aldıq. 6-da nə deyir? We sorry, bağışla, you təmizliyi baxın buranı. O da gəlib keçir. Ona görə deyir ki, you have already washed. Mən artıq oranı təmizləmişəm, keçirməzsən. Bura baxırıq səsləməyə. Burada məsələn deyir ki, equal rəng. Hər hansı bir rəng yaza bilərik. Yellow. Məsələn, blue da yazmaq olar, nə bilim. Amma yox, burada baxın, y-la. Bunlar y kimi səslənir. Y. İçində y ifadəsi olan day, the day before today, today bugündür, before əvvəl, yəni bugündən əvvəl olan yesterday olur, dünən. 12 months, 12-ci ay, 12-ci ay December, mən buradakı 2-ci ay yazılıb, səhv yazılıb. A place people study, insanlar oxuyur o yerdə, school. The opposite of old, young. Old'un əksi young'dır. Yox, oxuyur orada, school ilə deyil axı. University olmalıdır, y səsi olan. Deməli, baxırıq.
6 yaz. 3 months start with the sound. Aha, burada da deyir ki 3 dənə ay deyək, i ilə səslənən. Aha, January, June, July gördünüz 3 də i ilə səslənən. Deyir a kind of short coat nədir? Palto. Deyir ki paltonun qısası daha qısası jacket, yəni jaket olur. Like dress xoşlarsan deyir necə şal var. Jeans. The opposite of mean. Mean nə deməkdir? Mean pis deməkdir. Onun əksi xeyirxah. O da generous deməkdir. Opposite əks deməkdir çünki. A sport in which two people fight each other. Deyir ki iki insan bir-biri ilə dalaşır idmanda. Məsələn judo. Mən judo aklıma gəlir, judo yazdım. Başqasını da yaza bilərsiniz. Aha, burada var elə. Discovery sports men get into survival good. Tərcümə edəyim ondan. Change your bed sheets on a week, keep pants. Near the cooker and never white clothes is dark ones. Deməli, ağ geyim. Your with dark ones, qara, tünd rənglər. Aha, onu yumaq olmaz. That is just some of the advice məsləhət. You can find on popular new internet sites. İnternet saytı tapıldığı insanlar məşğul to help kömək edir. Recently divorced Portuguese man, Portugal oğlanla housework evdə, which hansı gidiyor, wives always did for a sallayır. Nə vaxt ki evlənir married. Men in Portugal usually live with their o deyir yaşayır parents valideynləri ilə və their mother. Onların anası usually do most if not all of the cooking and cleaning. Yemək bişirmir, təmizləmir. They often deyir onlar tez-tez yaşayır at home evdə until they get married evlənənə qədər. And then when they finally marry most men leave housework to their wives. Deyir onlar evi tez-tez gedirlər də qoyub gedirlər. According to recent study married oxuyur married in Portugal last work around the house. Yəni başqa ölkələrə. But with the number of divorce recently battle in Portugal there 2070 and 960 divorce last year in a country of just 10 million people, thousands of million having iron həm dəmir deməkdir, həm üçü deməkdir. The closest. Geyimlər söhbət gedirsə üçüdür. And making for the first time in their life. İndi gəlin baxaq nə deyir. Tekst oxumaq sentence true or false nə düzdür, nə səhv seçilir ki, the new website is for men who have just got divorced. Bu düzdür, qeyd olunub zaten. Most Portuguese men are good at housework. Əlbəttə ki, yox, bu səhvdir çünki yaxşı baxmırdı. Portugal couples usually share to the housework. Share to düzdür deyəsən o tez-tez köçürdü. Portuguese men normally leave home after school. Məktəbdən sonra deyir qayıdırlar. Sonra there are more and more diyor. Bu düzdür. Bu cümləyi yadımdan. Men woman magazines gives a kind of advice. Magazine burada advice var əslində. İnternetdə verirdilər də, orada yox. Bu səhvdir. Bir də more words to learn. Deməlidir ki, sözlərin tərcüməli translate yazaq, səsləndirib yazaq. Judge, hakim. Mess, dağınıqlıq. Moji, kaprisli, yəni əhvalı tez-tez dəyişən, əsəbi. Yəni ki, mənfi insandır da o. Complain, şikayət etmək. Insult, təhqir. Throw out, atmaq. Treat, davranmaq. At the last minute. Last bilirik ki, axırda mənasını verir insans. Cover it, örtmək deməkdir. Go to court, məhkəməyə getmək deməkdir. Questions time.
Can you answer the questions? Have you made your bed yet today? Deyirsən, hə, hələ sən bugün otağını, bed çarpayını düzəltdin. Have you had your lunch yet? Deyirsən, lunchını yedin. Have you done your English homework? Deyirsən, ev tapşırığını etmədin hələ. Have you made plans for next? Deyirsən, gələn həftə sonu planlamamısan hələ. Have you had dinner yet today? Deyirsən, dinner. Bugün axşam yeməyini yeməmisən hələ. Bugünlük bu qədər.